Salam olsun bizim Əlan Makin izləyiciləri, əziz bizim hörmətli izləyicilərimiz. Çox gözəl bir ev çıxıb satışa. Yəni şəxsi ev, yəni bunu satmaq məqsədi olmuyor. Ev sahibi fikrini dəyişib, bax belə gördüyünüz kimi belə hovuzlu, nə bilim həyatda belə sanitarı. Yani bu ev çok güzel ev. Yani ben açığı deyim ki, belə ev masajda tapmaq çok çətin olur. Bu evde iş gedir, çok. Əsl bağ evidir də. Əsləhət evi. Yani ev sahibinin dediğine göre bu evi zərara satır. Bak gördüğünüz gibi istirahət otağıdır. Bak burada mətbəx fikirləşib çox böyük burada onun istirahət otağı var. Ben bu həyat evinin, bağ evinin, qoy belə deyək çox ideal iş görülür burada. Bak besetka üçün də burada söhbətgah deyirlər də bak. Onun üçün də burada nəzərə alıblar. Bax belə evin hər tərəfində də açıqlıq var. Bax hörmətli izləyicilər. Yəni evdə iş gedir. Bildiyiniz iş. Burada da bana sanitarı. Burada bir de adamın otağı. Burada yataq otağı kimi nəzərdə tutublar. İndi kim alsa özü bilər. O ev sahibi dediğine göre bunu zərərə satır. Yəni 200 mindən çox pul xərcləyiblər. Qiyməti 180 min, 170 min belə 80 min. Deyir bir an olsa verdik. Bax yenə təkrar edirəm. 3 sot yarım dolan torpaqdır. Qiyməti 180 min deyir. Bax. Təqribi 5'in 5'e bax. Otaqlardır. Bu da 5'in 5'e, yox 6'nın 5'e olan otaqlardır. Ev tamam da verilə bilər. Bu vəziyyətdə dediyim kimi 180 min. Deməli biz 4 tane yataq otağını sizə göstərdim ki. Burada 4-cü olur. Sanitar göstərdim. Mən keyfiyyətdən danışmaq istəyirəm. Çünki keyfiyyəti videoda yoxdur. Belə gəlib gözlə baxanda görmə olur. Deməli biz 2-ci mərtəbədən qalxırıq. 3-cü mərtəbədə bunun 3-cü mərtəbəsi yoxdur, terasdır. Çox güman ki, burada mətbəx fikirləşib ki, yəqin ki bax kimə belə teras 2 mərtəbə 5 otaq ev maraqlıca bizlə əlaqə saxlasın. Çox həqiqətən də möhtəşəm evdir. Yəni həqiqətən də bura pul xərclənir. Qardaş sən nə qədər pul demişdin qiyməti bu vəziyyətdə? İkisi bir yerdə artıq 350 min nəzərdə tutmuşam. O da bitəcək də ondan fazla. Hətta yəni bu 175 minə də, yəni bu 175 min, 180 min bu vəziyyətdə. Və tamamlaması necə olur? Tamamlaması desə ki, məsələn, alan adam deyər ki, məsələn, tamamla ver. 200 almışam. 200 tam tamamlı basına qarışıq da, hovuz qarışıq. Hovuz qarışıq. Yəni bu evi tam hovuzuna kimi tutarıb versə 200 minə. Belə bu vəziyyətdə 175 minə. Bu vəziyyətdən də eyni o birisi evdir. Yəni burada da var bu iki evdir. Yəni bunu aha. Çox gözəl evdir həqiqətən.
Ama parlamasına ehtiyac yoxdur bu. Abi evin üstə çıxsansa deməsən hər yer görəsən. Tamam, amma müştərilər eşitdi. Bizim izləyicilər eşitdilər ki, ev sahibi özü birbaşa qiyməti dedi. Belə də belə də. Kimə maraqlı olsa bizlə əlaqə saxlasın. Samıq, görmüşdün belə? Siz də önce satdıq. Görmemişdim ben, satdıq. Əli. Daha sən Mərdəkanlıca düz deyirsən ha. Yəni o Bakının o bax. Bəli. Öşnə. İnşallah zəng eləyərlər yəni.